Sink lövhəni quruluşun nitrat məhluluna saldıqda, onun kütləsi bu qədər artmışdır. Bu zaman məhlulda necə qalır? Deməli, ümumiyyətlə bu lövhə məsələlərini bu belə deyim də mən sizə. Bu əslində belə düşün də, sən belə düşün. Qabdır. Qabın içərisində quruluşun nitrat məhlulu var. Quruluşunun NO3-də həll olur. Təbii ki, belə dövrdə gözlə görmürsən də, sən duzu əmrini bilər suda, qışın şəffaf bir su. Bir dənə bir sink lövhə gəlir, sink parçası. Nə parçası? Sink. Atıram bu qaba. Mən də bilirəm ki, sink quruluşundan əvvəl yerləşir də elektrokimyəvi gərginlik sırasında. Sink quruluşunu çıxaracaq. Deməli, sink də quruluşun nitratla reaksiyasını yazıram. Sink keçir onun yerinə. Quruluşunu çıxarır. Elə bir ki, qab bu vəziyyətdən bu vəziyyətə gəlir. Sink NO3 alınır. Qabdan çıxan mənbəs quruluşun çıxdı sonra. Mənim saldığım lövhə bu idi. Çıxartdığım lövhə budur. Saldığım neçə qramdır saldığım? 65 qram. Deyək 1 mol götürmüşəm də. Çıxartdığım neçə qramdır mən çıxartdığım? 207. İndi avalam, mən 65 manat verdim, 207 manat aldım. Mən qazandım, yoxsa onu uduzum? Mənəm də, bu lövhə mənəm. Bax, sink 65 girir, bu lövhədir bu. Girən lövhə budur. Çıxan lövhə də budur. Neçə çıxır lövhə? 207. İndi bu 65 girib 207 çıxıb. Nə qədər artıb lövhənin kütləsi? 142 qram artdı. Artdı. Lövhə artdı. Bizdə nə qədər artıb lövhə bəs? Burası bu aşağıya bunu yazaq da. 142 qram artdı. Bizdə nə qədər artıb bəs? 14-12. Yəni neçə dəfə azdır bizim artımımız? 10 dəfə. O zaman hər şey 10 dəfə az götürüb. Sink 10 dəfə az giribdi, quruluşu da 10 dəfə azalmışdı. Bizdən nə soruşmuşdu? Neçə qram sink keçmişdi? Məhlulu 6.5 qram sink keçibdi. Məhlulda nə qədər quruluşun çıxıb? Məhlul nə qədər itiribdi? 14-12. Lövhə əgər 14.2 artıbsa, məhlul deməli 14.2 Mən bir müəssisədə işə başlayıram, ayın sonunda mən 1000 manat maaş alıram. Mən 1000 manat qazanıramsa, o müəssisə 1000 manatı neyini? Bitirir. İndi mən o müəssisə ola bilərə daha çox pul qazandırmışam, 10.000 qazandırmışam, mənə 1000 manat maaş verir, söhbət ona getmir. Həmin an üçün büdcədən mənə 1000 manat verilirsə, o 1000 manat mən qazanıramsa, müəssisə o 1000 manatı neyini? Bitirir də. Mən deyim neçə qram sink keçmişdi? 6.1. 6.5 sink aldım. Bəs lövhəyə neçə qram quruluşun keçib? 20.7. Məhlul neçə qram kütləsi azalıb? Məhlul. Məhlul azalıb. Çünki onu keçib bax şey. Sonra 94. Hansı reaksiya məhlula baş vermir? Baş vermir deyirsə, baxaq da. Dəmir sinki çıxaramaz axı, sinkdən sonra yerləşir. Sink, xrom, sonra gəlir də dəmir. Dəmir sinkdən axı elektrokimyəvi gərginlik yaşadır. Ona görə də bu mümkün. Digər hamısı mümkün deyil, hansı siz yazmışsınız. Bu niyə mümkündür? Çünki az əvvəl yazında sink quruluşunu çıxarır. Bu niyə mümkündür? Duru turşulardan hidrogen çıxaracaq, sink sülfat və hidrogen. Bu niyə mümkündür? Yenə eləyirdə, sink xlorid və hidrogen. Bu niyə mümkündür? Duzla əsas nə zaman girir? İkisi də su dayanlı olsun, almalardan biri. Burada alınır sink hidroksid çöküntüsü və natrium xlor. Çöküntü alınır, reaksiya getdirir. Sonra? Hansı reaksiyada göstərilən mol nisbəti 2 qat duz alınır. 2 qat duzun gəlir 2 müxtəlif metal olsun. Bu elə deyil. Bu da elə budur da. Bu deyil. Natrium, kalium, SO4 və 2 molda su. Elə. Burada normal duz alınır. Burada alınır qarışıq duz. Nə alınır? Kuprum, NO3, xlor və 2 mol su. Ümumiyyətlə burada alınır turş duz. Natrium, hidro, sülfat alınır. Nə alınır? Turş duz. Turşu çox əsaslı turşu öz normal duzu ilə girib turş duz əmələ gətirə bilir. Bu çox əsaslı turşudur da. Öz normal duzu, metalların birini qovdu, öz hidrogenin qoydu onun yerinə. Amma sonuncu metalı oradan çıxartmaq olmur. Yəni bunu da götürüb sülfat turşuna salasan getməyəcək reaksiya. Buradan bitdi elə. Keçək. 111-ə qədər var sualımız. Baxmışıq, yaxşı. 111. Birincisi, H-xlor, magnezium karbonatdan nəyi çıxarar? Deməli, bu reaksiya belədir. Magnezium karbonat, üstəgən H-xlor. Alınacaq magnezium, xlor 2 və H2 olur. Çünki qüvvətli turşu, zəif turşunu çıxartır.
İndi burada X yəqin ki, magnezyum klorid kalium karbonatdan girər mi? Girər. Girər. Deməli, Bu da girər. Bu da girər. Yəni X bu da ola bilər, bu da ola bilər. X ikisi də ola. Birinci magnezyum kloriddən yazaq. Magnezyum klorid kalium karbonatdan girirmi? Bəli, girir. Niyə? İkisi də suda əldə olan duzdur. Alınanlardan da biri nədir? Çöküntü. Magnezyum karbonat çöküntüsü və kalium klorid. Olar. Bəs bu necə girərmi? H2CO3 girərmi kalium karbonatdan? Girər. Çünki bilirsiniz də niyə girər? Çünki turşu çox əsaslıdırsa öz normal duzu ilə girir. Alınır kalium hidrokarbonat. Amma məhsulda kalium hidrokarbonat yoxdur axı. Deməli söhbət bu reaksiyadan getmir. Söhbət bu reaksiyadan getmir. Söhbət bu reaksiyadan gedir. Y-imiz də bizim magnezyum karbonatdır. Y-imiz nədir? Magnezyum karbonat. Analiz sualı idi bir dənə, maraqlı sual idi. Davam edək. 113. Burada bizə kristal hidratlar veribdir. Formulları yazmaq sadəcə əzbər bilməliyiz. Bir kuprosu göydaşlarında verirlər. Kuprum SO4 vurulsun 5 mol H2O budur. Kristalik soda natrium karbonat vurulsun 10 mol sudur. Təbii gipslər kalsiyum SO4 vurulsun 2 mol sudur. Bunlarda sularında cəmi 17 edirlər. Aydındır. Suların cəmi neçə edir? Əsasında bunları əzbər bilməlisən. Aydındır. Bu birinci dərsin sonunda şılar. Bəli, birinci dərsin sonunda vermişdim bunları. Ola bilər də. Sonra. Bunu artıq yazmağı bilirsiniz. Bir dənə alüminium OH. 3 götürəcəm, 2 dənə də H olur. Bir sual, neçə mol su yaranacaq? 2. Neçə mol su yaranacaq? Niyə? Çünki burada OH neçədir? H neçədir? Az olaraq. Yəni 2 dənə su yaranacaq. Yerdə qalanları yazaq. Bir dənə alüminium qalıb. OH-ın neçə dənə qalıb? Bir dənə. Klorun neçə dənə qalıb? 2 dənə. Əgər bu 2 qalıbsa, bunun ayaqda 2 yaz düzəlsin də. Alınan duz budur. Alüminium hidroksoklorid. Alüminium hidroksoklorid. Kütlə hesablamaqda sizlikdə hesablaya bilərsiniz məncə. Siz mən hesablayın, siz özünüz hesablayın. Yəni bunun kütləsi neçədir? 78. Bunun kütləsi 36.5 2 burada 73. Bunun kütləsi 36, buna da bir M dənə tapmışsınız. Yəni bunları belə evi tapa bilərsiniz. Əgər sırf alüminiumu, OH-ı falan filan istəmirsənsə tapmaq olur. Rahat. Aydındır da, əsas məsələ duzu almaq idi. Onun nisbi kütləsini hesablamaq elə də çətin deyil. Sonra 119. Eyni faizli qatılıqda və eyni kütlədə natrium OH və flor turşusu məhlul qarşılıqda alınan məhlulda hansı maddələr olar? Birincisi, uşaqlar. Sən natrium OH-la H-kloru reaksiya salıb normal duz alarsan, natrium klor alarsan və nə alarsan? Və normalda bunun neçə qramı girir? 40 qramı girir. Bunun neçə qramı ilə girir? 36.5 qramı ilə girir. İndi sual verirəm sizə. Əgər eyni faizli qatılıqlı iki məhlul varsa, məsələn, natrium OH-ın da 40 faizli məhlul olsun, bunun da 40 faizli məhlul olsun. Bunun da 100 qram olsun, bu da 100 qram olsun. Bunlar təbii ki, özümdən dedim. 100 olur, 1000 olur, x olur, fərq yoxdur. İndi 100-ün 40 faizi nə qədər edir? 40 qram. Bu olur 40 qram. Bəs burada 100-ün 40 faizi nə qədər edir? Bu da 40 qram. Deməli, iki maddənin ikisi də 40 qramdır. Yəni, əslində söz belədir ki, bunlar bərabər kütlədə götürülürlər. Yəni, bu cümlə deyir, eyni faizli qatılıqda və eyni kütlədə. Demək istəyir ki, bunların natrium OH-la H-klorun kütləsi eynidirsə, kim artıq qalacaq? Kim tam sərfli olacaq? Onu soruşur. Mən görürəm ki, bu 40 girəndə bu nə qədər girir? 36. İndi kim çox xərcləyir, kim çox sərf eləyir? Klorid. Niyə klorid 36.5 qram cəmi girir? Axı 40 girdi dedi. Avalan 40 demirəm 40 girib ki, 40 vardı deyirəm. Giriblər dükana bu 40 manat xərcləyib, bu 36.5 manat. Elə bir hər dükana girəndə bu 40 xərcləyir, bu 36. Kimi pul qutarar? İşdə 1000 manatı var. Deməli, natrium OH tam sərf olunur da, elə deyil. O zaman H-klor artıq qalır da. Deməli, H-klor nə oldu?
Artıq. Artıq qalanda məhlulda, hətta deməli məhlulda H-xlor var. Eyni zamanda natrium xlor da nə olur? Əmələ gəlir. Deməli məhlulda natrium xlor da var. Amma natrium OH yoxdur. Niyə yoxdur? Tam səhv olundu axı. Elədir, elədir. İndi sual, məhlulda nələr var? H-xlor var, çünki o artıq qalıb məhlulun içindədir. Və natrium xlor var, çünki o da əmələ gəlibdir. Su zaten həllecidir də. Söhbət həll olan maddələrdən gedir. Su da oradadır da, məhlulda su da var, amma cavab variantlarında fikir ver, su vermir. Həll olanları deyir də, həllecini deyir. Yaxşı? Su da oradadır, bəli, su da var. Yaxşı mı? Qoy suyu da yazın bura. Sənin könlün rahat olsun. Bunlar həll olandır, burada su da var, həll edici. Bu qabın içində bunlar vardılar. Cavab variantını nə götürəsən onda? Aydındır? Başa düşdü? Ha? Ayşə. Devam edeyim. İndi bu 100-40% mən bunları şərti olaraq götürdüm. Amma məntiqi başa düşdünüz də, sən sonra. Sonra, devam edeyim. Neçə? 121. Eşidirsən məni? Bizim əlimizdə var gümüş nitrat. Nə var? Gümüş nitrat. Bir də əlimizdə var H-xlor. Nə var? Bunlar reaksiya girirlər. Əslində H-xlor nitratı nə zaman çıxarırdı? Çöküntü alınanda. Həqiqətən də gümüş xloru çöküntüsü alınır. Gümüş xloru çöküntüsü. Ağ rəngli çöküntüsü. Qarşılıq. Bu reaksiya gedir. İndi burada bir məsələ var. Görək bizim nə qədər gümüş nitratımız var, neçə qram H-xlorumuz var. Gümüş nitrat məhlulu 200 qramda neçə faizlidir? 17. Yəni 17% gümüş nitratdır. 200-də 17% neçə qram edir? Deməli, mənim 34 qram gümüş nitratım var. Nə qədər var? Bəs H-xlorum nə qədərdir? 36.5 qram 30%. 36.5-in 30%-ində bir dənə tapın da. Vurun bir dənə görə neçə edir? 10 tam onda neçə eləməlidir? 10 tam %95. Olsun. Deməli 10 tam %95 qramda mənim nəyim var? H-xlorum var. Elə? Nə oldu? Düz vurmadı? Yaxşı. Normalda bu neçə qram girir? 170 qram. Neçə qramdan girir? 36.5 qram. Hesabı kimə görə aparın uşaqlar? Azı necə təyin edirdik? Nisbəti azı. Deməli 34-ü böləcəm 170-ə. Müqayisə edəcəm 10.95 bölünsün 36.5. Bu kiçikdir bu arada. Bu arada ki, bu təqribən bir 3'də 1'ə yaxın bir şeydir. Bu isə 5'də 1'ə yaxındır. Aydın da mən bunu şey eləmirəm, tam bölmürəm. Bu ədəd 5'də 1'ə oxşuyur. Bu ədəd isə 3'də 1'ə oxşuyur. Təbii ki, bu kiçikdir. Böyle bu tam sərf olunar. Hesabı kimə görə aparacam? 34. İndi bu 34 bunun 5'də 1'i deyil. Bunu 5'ə böləndə neçə edir? 7 tam 14. 4. Deməli, mənim 10 tam %95 qram H-xlorum qalsa da o nə qədər reaksiya girir? O zaman nə qədər artıq qalıb? 3'dən %65 qram H-xlor artıq qaldı. Elə? İndi bu nə deyir ki? Xlor diyonların sayını istəyir, hə? O zaman qulaq as müəllimə, qulaq as müəllimə. 3'dən %36 5 qram neçə mi oldu? 0.1. İndi H-xlor dissosiasiya eləsən, nə verər bizə? H müsbət bir dənə, hə? Bunun 1 molu neçə mol xlor mənfi verir? O zaman 0.1 mol nə qədər verər? 0.1 molu saya çevirəndə nəyə vurursan? Altdan %2 vur 10 üstü. O da olur altdan %2 vur 10 üstü 22. Bu qədər sayda xlor iyonu var. Amma burada şərtdə deyəydik ya gedək bizə. H-xlor tam dissosiasiya edir. O şərtdə demir bizə, amma biz başqa cür qəbul edə bilmirəm. Çünki dissosiasiya dərəcəsi 24 edir. 0.1'i vuranda ya altdan %2 vur 10 üstü 23. Yox. Ben de 24 edir. 24 nədir? 24 da. 0.1'i vuranda. Doğru. 0.1 10 üstü mənfi 1. Ha. 0.1 10 üstü mənfi. Sonra neydi? 0.1 10 üstü Sola mənfi 1. getmeyip böyle. Sola getdik, biz saxladıq da sola getmədik, bunu elədik. Orada 6 tam %2. Yaxşı, sən fikir. 10 üstü mənfi 1 vurulsun, 10 üstü 23. Neçə idi də bu? 23. Ben sola gelen de ortam burada. Ona göre değil. İndi onu yüzdə icazət müəllimlə dəqiqləşdirirsən də. Mənə deyir. Yaxşı bu qədər. Sonra davam eləyək. 123. Neçə? 123.
Deməli, bu qədər natrium karbonatın artıq miqdarda kalsium hidroksidlə qarşılıqlı təsirindən əmələ gələn natrium OH neçə qram mis 2 sülfat reaksiyası daxil olur? Deməli, iki reaksiya aparmalıyam. Bir, natrium karbonatla kalsium hidroksidi salmalıyam. Elə alınacaq natrium hidroksid və kalsium karbonat çöküntüsü. Elə. Sonra alınan natrium hidroksidi nə ilə salmalıyam? Mis 2 sülfatla salmalıyam. Burada da alınır mis 2 hidroksid və natrium 2 SO4. Bu iki reaksiyanı aparmalıyam. Sadəcə olaraq birincidən aldığım natrium OH neçə qramlığından girəcək onu tapmalıyam. Bunu əmsallaşdıra biləm. Burada bir 2 yazsaq düzəlir də deyəsən. Düzəldi mi? Düzəldi? Normalda bu natrium karbonat. Neçə qramdır? 106 qram. Bunu 106 qramı girəndə neçə mol natrium OH alınır? 2 mol. Bizdə nə qədər var natrium karbonat? 10,6 qram. O zaman neçə mol alınacaq? 0,2 mol. 10 dəfə az, 10 dəfə az. Elədir. Bəs deyirsən, niyə kalsium hidroksid nəzərə almadın? Çünki onu artıq miqdarda verib. Yəni o bol var. O nə qədər istəyən var. O zaman belə çıxır ki, mən 10,6 qram natrium karbonatdan 0,2 mol natrium OH aldım. Elədir, elədir. İndi mənə soruşur ki, həmin o 0,2 mol natrium OH-dan neçə qram mis 2 sülfat girər? X deməyə ona bir Y gerək. Bunu soruşur da elədir. Normalda bunun 1 mol yox. 1 mol yox. Bunu əmsallaşdırır da. 2 yazsaq düzəldirmi? Baxaq. 2 yazsaq düzəldir. Normalda bunun 2 molu ilə neçə qram girir uşaqlar? 160 qram. 0,2 ilə nə qədər girer? 10 dəfə az, 10 dəfə az. Neçə qram? 16 qram. Onda belə çıxır ki, 10,6 qram natrium karbonatdan alınan natrium OH 16 qram mis 2 sülfatla qarşılıqlı təsirdə olur. Aydındır. Başa düşdünüz? Dəqiq? Hı? Yaxşı. Yaxşı. Yüz neçə? 125. Tərkibində 14,6 qram H-klor olan məhlulda 4 qram natrium OH və 5,6 qram kalium OH qarşılığı ilə təsir etdikdə reaksiyadan sonra məhlulda hansı maddələr olar? Deməli, birincisi natrium OH-da H-klorla reaksiyaya girəcək. Kalium OH-da H-klorla reaksiyaya girəcək. Burada alınacaq natrium klor və su. Burada alınacaq kalium klor və su. Mənim H-klorum nə qədər var ümumiyyətlə? 14,6 qram. Natrium OH nə qədərdir? 4. Normalda bunun 40 qramı nə qədərdən girir? 4 qramı nə qədərdən girir? 3,65 getdi burada. Bu normalda 56 qramı nə qədərdən girir? 36,5. 5,6-sı nə qədərdən girir? 3,65 nə girdi? Mənim 3,65 burada itirdim, 3,65 burada itirdim. Mənim nə qədər varım idi? 14,6. O zaman 7,3 gedib də, bunların cəmi 7,3 gedib. O zaman mənim əlimdə 7,3 qram H-klor qalıb. Bir də əmələ gələn natrium klorum var, bir də nəyim var? Kalium klorum. Natrium OH-ım və kalium OH-ım qalmadı, çünki onlar tam reaksiyaya girdilər. O zaman sonda qabda bunlar var. Nələdir? H-klorun artıq qalanı kalium klor və natrium klor. Onların kütləsini hesablamadım, hesablaya bilərəm nə qədər alındıqları. Önəmli deyil deyə hesablamadım, vacib deyil deyə hesablamadım. Aydındır? Gerçi İki reaksiyada bir qabda ayrı-ayrı gedir. Gedir də özü üçün. 127. 2 də ətlə kartof bir qabda pişmir. Elədir. Sonra 27. hansı karbonatın parçalanması zamanı əmələ gələn hər iki oksid qələbinin suda məhlullə reaksiyaya girir? Qələbinin suda məhlullə, yəni əsasla. Əsasla turşu girər, bir də amfoter. Nə girər? Turşu və o zaman bəli, berilyum oksid və karbon qazı alınır. Bu amfoter oksiddir, bu isə turşu oksidir. Və təbii ki, o da qələbinin nə ilə girəcək? Suda məhlullə. Məsələn, natrium OH-da hər ikisi girər. Ümumiyyətlə, metal karbonatlar hamısı necə parçalanırdı? Metal oksidi və karbonat. Bax, burada magnezium oksid, burada kalsium oksid, burada mis-2 oksid, burada da dəmir-2 oksid alınır. Bunlar hamısı əsas oksidlərdir. Əsas oksidlər qələbi ilə, yəni əsasla girməz. Amma amfoter girər. İstəsiz reaksiyasını da yaza bilərəm. Yazın mı? Yaxşı. Devam edək. 131. 131. Görək bizdən 131-də nə istəyir? Bizə
Deyir ki 131. Hansı maddələr suda yaxşı həll olub? Alınan maddələrə baxmalıyam. Burada alınıb kuprum xlor 2. Bəli, suda yaxşı həll olub. Çünki xloridlərdən kimlər söküntü idi? Gümüş xlorid söküntü idi və qurğuşun xlorid, gümüş bir xlorid, bunlar söküntü. Deməli, mis xlorid yaxşı həll olub. Burada alınır nə? Kuprum S. Sulfitlər hamısı söküntü idi də, natrium, kalium, amonimlə başqa. Deməli, bu söküntüdür, həll olunur. Burada alınır nə? Natrium, bu oksigenin kosmik gəmilərdə və sualtı qayğılarda bərpas reaksiyondur. Burada natrium karbonat alınır. Natriumun bütün tuzları suda yaxşı həll olunur. Deməli, Z və X yaxşı həll olar, Y həll olmaz. 135 dediniz elə. Deyir, bərabər mol miqdarda götürülmüş maddələrin reaksiyasından alınan duzların tipini müəyyən edin. Bərabər götürün. Yəni, hamısını bir-bir götürün. Başa düşmürəm, bir-bir əyinə Hə, bir-birindən. Birincidə kimlə kim girməlidir? Orta fosfatın. Bir dənə kalsiyum OH2 götür, bir dənə də H3PO4 götür. Uşaqlar, burada necə duz alınacaq? H3 çoxdur da OH-dən. Tuş duzu alınacaq. Və yaxud da 2 dənə su alınacaq. Yerdə qaldı kalsiyum HPO4. Necə duzdur bu? Tuş duz. Deməli, birincidə tuş duz alınır. İkinci, bundan bunu götürürüm. Bir dənə alüminium OH3, bir dənə də H3PO4. Normal duz. Normal duz alınacaq, çünki 3 dənə su çıxacaq. Bəli. Alınacaq alüminium PO4. Normal duz. Necə duz? Normal. Üçüncüdə bir götürürəm. Bir dənə alüminium OH3, bir dənə H2SO4. Burada necə duz alınır? 2 hidrogen var, 3 dənə. 2 dənə su. Əldə qaldı alüminium OH SO4. Necə duzdur bu? Əsası duz. Dördüncüdə yenə normal duz olar. Çünki kalsiyum OH2 götürəcəm, bir də H2SO4 birə-bir. Neçə mol su çıxacaq? 2 mol su və kalsiyum SO4. Bu da necə duzdur? Normal. Tabii ki, qalanı sizlikdir, uyğunlaşdırmaq. Sonra baxaq 130 neçəyə? 141. 141. Sıra nömrəsi 20 olan elementin sulfid, nitrat və hidrofortu olmasa duzlarının formunu verin. Yola, sıra nömrəsi 20 neçənci qrupda yerləşir. Gəlin qrupun təyin edək, görək neçə valentdə olacaq. Deməli, sıra nömrəsi 20 olan X, 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2. 4S2 ilə bitdi. 4S2 ilə bitirsə, neçənci dövrdür? Dördüncü dövr, neçənci qrup? İkinci qrup, S elementi olduğu üçün də əsas. Demişdik 1, 2, 3, 3-cü qrupda yerləşənlər sabit valentli olur. Deməli, X sabit valentlidir, sabit 2 valentlidir. Neçə valentlidir? 2. Sulfidin deyirsə H2S-dən. 2 hidrogen tirəndə neçə valentli olur? O da 2. O zaman XS alınır. Sonra nə indik bizə? Nitratın. HNO3. Bir dənə etirli için neçə valentlidir? 1. O zaman X 2 valentli, NOH 1 valentli. Formunu olmaz mı? 2. Bir də nə istəyir bizdən? Hidro ortofosfat. Nə istəyir? H3PO4 hidro ortofosfata çevirməlidir. Yəni HPO4-ə çevirməlidir. Neçə hidrogen etirli? O zaman bu neçə valentli oldu? 2. X-də 2 valentli olduğu üçün də formul XH PO4 olacaq. Aydındır? 100%. Amma ortofosfat desəydi, 3 valent götürərdim onu. 3 valent götürərdim. Bunu tam başa düşdünüz? Bəli. Baxaq, 140 neçə? 147. 147. Deyir, uyğun olanları müəyyən edin. Gəl, hər üç reaksiyanı yazaq, görək nə olur da. Birinci reaksiyada natrium karbonat H2CO3-dən girəndə. Deyəsən, mənim H2CO3 demir, bax, H2O ilə CO2 deyil. Zaten H2CO3-də parçalanmış alır. Turşu öz normal duzu ilə girir, tuş duz verir. Nə verir? Tuş duz verir. Necə duz? Tuş duz. İkinci reaksiyada. Uşaqlar, sink natrium karbonatdan çıxara bilər natriumu? Çıxara bilməz, sink ondan zəifdir. Yəni, reaksiya getmir. Üçüncü reaksiyaya baxaq. Qüvvətli turşu zəif turşunun duzundan sıxışdırıb, yəni xlorid karbonatı çıxaracaq. Natrium xloridi alınacaq, bir də H2CO3. O da parçalanır. H2O-ya və CO2-yə. Aydındır? CO2 alınır. CO2 orada alındı. 3-də. CO2 alınır bu burada. Deməli, bu birə bu getdi. Reaksiya getmir elə burada. Tuş duz alınır elə burada.
Çok tamam. Uygunlaşdır geç. 1'ə 3, 2'ye 2. Cavab ver. Aban. Sonra 149. Deməli 150'ye kadar baxdıqda demək olar hə suallarınıza. Bizə nədir 149'da? Eyni metalın xlorid və xlorat duzlarında xlorun kütlə payını onların molar kütləsindən asılır. Sonra birincisi bunun grafiki burada düz değil. Bir de düz grafik seçək üçün. Eyni bir metalın bir metal hansı metalı götürür? Köllünüz hansını istəyir? Məsələn, fərqi yoxdur. Bir valetli bir metal götürürlər. X neçə valetlidir? 1. Xlorid deyir, yəni H-xlor. Bu bir də hidrogen üçün neçə valetli olacaq? Formul budur. İkincisi sonra nədir? Xlorid. Xloridin formulu necədir? H-xlor O2. Düzdürmü? Bu hidrogen bir dənə itirdiyi üçün olacaq X-xlor O2. Üçüncüdə nə deyir bizə? Klorat. Xlorat. H-xlor O3. O da bir də hidrogen itirdiyi üçün X-xlor O3. İndi məlum məsələdir ki, molar kütlə getdikcə nə olur? Artır. Elədir? Yəni bu istiqamətdə molar kütlə nə olur? Artır. Çünki bunun oksigeni yoxdur. Bunun kütləsində molar kütləsi M desəm, bunun kütləsi olur M plus 32. Bunun kütləsi olur M plus neçə? 48. 48. Yəni molar kütlə getdikcə artır. Molar kütlə getdikcə nə olur? Artır. Şöyle, bu olsun molar kütlə. Gözüm şuradan çəkin. Görsənir də, hə? Bəli. Bu olsun molar kütlə. Birincidə M götürdük, obusu nə oldu? M plus neçə? 32. 32 obusu nə oldu? M plus neçə? 48. İndi sual verirəm, Ayşallah. Burada X-in bir ədədi qiyməti bir dənədir, elə deyil. Neçədir? Tutaq ki, deyək, X burada neçədir? Deyək ki, bunun kütləsi 80, X də 40-dır, 50% olmur. 50% olmur. Deyək, o bir nöqtədir də, bir nöqtə. Buna uyğun gələn bir nöqtə var. Buna uyğun gələn də bir nöqtə var. Çünki X-in payı düşədə yaşanır. Buna da uyğun gələn bir nöqtə var, hə? Amma mən bunları birləşdirə bilmərəm. Bunlar çünki funksiya deyil axı bu. Bu asıllıq belə deyil, 3 dənə nöqtə olmalıdır cavab. Cavab nə olmalıdır? 3 dənə nöqtə. Yəni mən bunları belə birləşdirim, azalma yazım, belə bir şey eləyə bilmərəm. Belə yaz, əlbəttə belə yaz. Bunlar yanlışdır, burada düzgün cavab yoxdur, amma. Yəqin cavabı A-bəndi, xlorun payını deyir də o. Yəqin cavabı A-bəndi verir, amma düz deyil, yəni belə çəkə bilmərəm mən aşağıda. Çünki boylar kütlə kəsilsin dönək, bunlar görünən boyda fərqli var. Bu arada biri var mı, həm? Onda o uyğun bir nöqtə olsun. Bu xətt nəyi göstərir? Hər nöqtənin həm X-dən Y koordinatında yeri var, hər nöqtənin, hə? Yoxdur axı bizdə belə bir şey. Cəmi 3 dənə nöqtədən söhbət gedir. O üçün bunun qrafiki bu şəkildədir. Düz verilməyib orada. Cavab variantlarıdır. Aydındır? Başa düşdünüz? Dəqiq? Bravo. Belə. Başqa var sual? 149-dan sonra neçəyə baxaq? Varsa verin sual. Buyurun. 159. 159? Yox, 159. Deməli bizə bir neçə reaksiya verir. Təbii ki, məhsulları təxmin edəcək, işləyəcək. Təbii ki, alüminium H-xlorla girəndə alüminium xlor 3 verir. Nə verir? Alüminium xlor. Bəs X-imiz alüminium xlor 3'dür. Sonra bu alüminium xlor üçün natrium OH-la salınır. Natrium xlor alınır, bir də alüminium OH3 alınır. Nə alınır? Alüminium OH isə Z-dən girib natrium alüminium O2 verir. Deməli bu Z-dən natrium hidroksid ola bilər. Nə ola bilər? Hidroksid. Aha. Bunun X-in alüminium xlor 3, Y-in alüminium OH3. Cavab verir. Məncə bu cavab burada olur. Mən çıxışdı. D var. Çıxışdı. Bunlar üçünü də vermişdim, değil mi? Nəzəriyyədə bunların hamısı var. Başa düşmədi? Sən qıraqda yazın reaksiyaları. Sonra neçə istəyirsən? Sonra yazmışım. Yazmışsan? O zaman bunu burada saxlayaq.